Xromosomun strukturunda baş verən dəyişikliklərdə bu hallarla qarşılaşa bilirik ki, ən çox strukturunda qarşılaşdığımız translokasiyalardır, inversiyalardır ki, bu translokasiyalar həm xanımlarda, həm bəylərdə bərabər miqdarda rast gəlinir ki, ən son qarşılaşdığımız 13-14 translokasiyası var idi, 21-22 translokasiyası var idi. Həmçinin də parça xromosomların parça dəyişiklikləri, yəni bir qisminin digər qisminə translokasiya olması ilə baş verən dəyişikliklərdir ki, bunlar da evli cütlüklərdə çox ciddi problemlərə gətirib çıxardırlar ki, ya hamiləliklər baş verir, düşüklərlə nəticələnir və ya heç bir hamiləlik baş vermir. Biz bunu araşdırarkən altında xromosoma bağlı ciddi patologiyalar aşkarlayırıq.